Bu bilirsiniz nədir? İnsan orqanizmi çox önəmli bir faydalı bir qidadır. Ağciyərə, mədə bağırsağa, qurtlar əleyhinə gözəl bir qidadır. Həzmə də dəstək olan. Hazırlanması yaxındır. Tərkibində gördüyünüz kimi noxud var, ağciyərin və bağırsaqların dərmanıdır. Limon suyu var tərkibində gördüyünüz kimi. Tahin sozu gümrahlıqdır. Zeytun yağı mədə bağırsaqdır. Və sözsüz ki, sarımsaq qurtlar əleyhinə də mükəmməl və mikrob bakteriya əleyhinə də mükəmməldir. Mən ümumiyyətlə bunu çox sevirəm və sizə də məsləhət görürəm ki, hazırlayın, siz də nuş edin. Biraz da zeytun yağımızı əlavə edirik bu formada. Gətir çıxart da. Ağzımızın suyu axdı. Qara çörək, xiyar, pomidor və xumus ideal bir uzlaşır və çox gözəl fayda verir. Bismillah. Ev şəraitində çox rahat şəkildə hazırlaya bilərsiniz. Hazırlayın, sizlərə də iş olsun. Sağlam olun dostlar.